Gel otur. Prezident Heydər Əliyev Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantları ilə birlikdə nahar etdi. Tələbələrə burada göstərilən xidmətlə maraqlandı. Merhaba, sen arz edeyim ki sizin 1993 yıl tarihi noyabr müracaatından sonra çağrıştan sonra gönüllü olarak dövüşe yollanan Azerbaycan oğullarının birinden olmuşam. Kərur rayon Mədəniyyət Şöbəsinin müdürü vəzifəsindən birbaşa cəhliyə yollamışam. Ve burada bir-iki tarihi məqamı hatırlatmaktan, bir daha sizi o anlara qaytarmaktan önce demek istedim ki o vakti biz böyük ruh hissəliyle, böyük ruh hissiyle dövüşlere yollandık. Çünkü biz bilirdik ki artık Azerbaycan'ın kilaskarı ordumuzun iyası geldi ve o vakit siz bizim hərbi hissəni Bakı etrafı hərbi hisselerden birinde yola sağarken belə dediniz. Bilin ki sizin arkanızda Azerbaycan ülkesi, Azerbaycan halkı ve onun aile başkomandanı dayanmıştı. Ve o dikkatli kaygını dün de hissettik. Bugün de hissedirik. Ve bugünkü görüşle 10 yıldan, 20 yıldan, 30 yıldan sonra tarihi bu senetler gibi gösterilecek. Artık halkımız itiraf ediyor ki eğer 30 yıl qabaq yaranmış Nakşivanski Mektebi olmasaydı bugünkü gördüğümüz ne bu mektep ne bu kudretli ordu yokuydu. 81. yıl Nakşivanski Mektebinin 10 illiği. Bayak bir nefes zabit yüksek rütbeli der ki fikir ver. Buna bu şekilde de fikir ver. Sovyet ordusunun generalları. Hediyeliğe bakın. Duruşa, görkeme, gurura ve bu generalların duruşuna. O bakla komandanıydı. Bugün de komandanıydı. Cenab-ı Prezident, burada bakın şekillere bakırsınız mı? İndi Mektebi reisi 10 illikte çıkış edeyen Kasımov. Bak bu hemin şahsisi. Sen orada. Nakşivanski'nin getirmesi. Orada çıkış eləmişsin. Bəli. Və o vaxt siz dediniz ki, bu məktəb elə bir məktəbdir ki, 10 illiyi, 20 illiyi, 30 illiyi də yüksək səviyyədə qeyd olunmalı. Bu il 30 illikdir. Ham bunu gözləyir. Bu isə 73-cü il Ümumi Qoşun Komandanlığı Məktəbi. Bu gənc kursantı baxın. Bu artıq həyatda yoxdur. Azerbaycanın milli qəhrəmanı Şikar Şikayeva, yiğitlik, qəhrəmanlıq, zabit necə olmalıdır? Xeyir duasını verirsiniz. Mən əskər olanda 74-cü ildə, 75-ci ildə uzaq şərqdə Şikar gənc leytenant kimi ola gəldi. Və bugün bu istivada baxdığınız olmayaq, dünən cəbhə bölgəsindən gəlmişəm. Əskərlərin ruhu əladır, səngərlərdə ayıq-sayıqlar və deyirlər ki, göstərin prezidentimizə çatdırın ki, hər əmrinə, hər an, hər dəqiqə hazır və müntəzir. Diqqətinizə görə sağ olun. Sağ olun, fikirlər sağ olun. Bu tarixdir. Burada sənədlər, tarix isə heç nəyi unutmur. Canım? Mən indi 30 il Nakşivanski bütün tarixi materialını yığmışım. Mesela orada 81-ci il göstərmişsən, mən hər il gedirdim. Hər il 9 ayda hər il gedirdim. 71-ci ildən bugünə qədər Evet. Nakşivanski Məktəbinin 30 illik bütün tarixini nə var yığmışam. Evet. Bizim hörmətli cənab nazirimizə də bu barədə məlumat vermişəm. 30 illik yubileyə böyük bir albom hazırlayacaq. Mütləq keçiriləcək. Yəqin ki bu da Hazırlar. hayızda. Bu da yəqin yadınızdadır. 20 il bundan qabaq Azərbaycan rəhbərinin qeydləri hərbi dəyişiklik məktəbində olarkən. Tamam bu məktəb var. Burada dənizçidə bəli. Bəli. Tarih yaşanır ve yaşanacak. Bəli. Bayaq gəlib fotoğraf baxır ki, mən 50 il çəkirəm. Gəlib burada öz cavanlığını görür 73-cü ildə. Bu bir şəkildədir burada. Cavanlığını görür. Deyirəm bəli, çək.
senin çektiğindi tarih. Gelecekte bu tarihi belirleyenler, tedqiqatçılar bu her anı böyük bir necə deyil hadisə kimi yad edəcəkdir. Çok sağ olun cənab. Sağ ol. Yine burada sizin 73. yılın aprel ayında Ümumi Qoşun Komandanlığı məktəbində olduğunuz anlardır. Görürsünüz görüşleri. Ve uzun müddetten sonra bir yadda kalan əlavə hadisə olur ki 96. ildə Gençlerin Forumundan derhal sonra yine bizi müharibə veteranları, iki müharibənin veteranlarını hem 41-45'in hem de Qarabağ Ermənistan Azərbaycan münaqişəsi iştirakçılarını bir yere topladınız Ümumi Qoşun Komandanlığı məktəbində ve onu da tarihi gün kimi yada salıb 96. ildə bəli, ve onda sizin karşınızda məlumat verdim. Ben inanıram ki Azerbaycan bir 10 ildən 20 ildən sonra da sizin karşınızda hesabat Yeni vereceğim. malumat vereceğiz. Sağ olun. Sağ olun.